Burada professorun əlindəki bu təkər çox böyük sürətlə fırlanır və onun oturduğu o hərəkət edən və fırlanan stulu gah sola tərəf, gah da sağ tərəfə fırladır. Təkər fırlandıqca. Amma nəyə görə baş verir? Gəl izah edeyim. Fizikada bu fenomenin adı conservation of angular momentumdur. Yəni ki, bucaq momentumunun qorunması. Yəni bir şey dönərkən ona təsir edən qüvvələr onu yerində saxlamağa çalışır. Həmçinin fırlanan obyektin kütləsi necə paylanırsa, onunla bağlı hərəkət də ona uyğun olur. Elə bu səbəbdən də təkər sola və sağa fırlandığı zaman stul da elə sağa da sola hərəkət edir. Bu sadə təcrübə ilə biz həm sadə fizikanı öyrəndik, həm də ki, dünyanın necə işlədiyini daha yaxşı başa düşdük. Səncə bu fenomeni digər həyat məsələlərində necə tətbiq eləmək olar? Bəs ümumiyyətlə bu bizim kainatımızda harada çalışır?